Salam əziz izləyicilər və Fikirli kanalı takipçiləri. Bu gün sizlərin qarşısında Temudan ucuz məhsul almaq üçün istifadə etdiyim iki variantı göstərəcəm sizlərə və mənim ən çox istifadə etdiyim iki variant məhsulları daha ucuza almaq üçün. Çox uzatmadan keçək telefonumuza və kompüterimiz ekranımıza və bunu sizlərə izah eləyək. Bu kampaniyalarda necə istifadə edirəm, hamısını bir yerdə görək dostlar. Deməli dostlar, belə bir məsələ var. Siz ümumiyyətlə ucuz məhsul almaq üçün, yəni Temunun kampaniyalarından sərfəli kampaniyaları tapmaq üçün məsləhət görürəm ki, bundan əlavə bir 2 ədəd, 3 ədəd telefonda yoxlayasınız. Çünki mən burada göstərdiyim variantlar ola bilər ki, hər istifadəçiyə verməyə bilər. Yəni bəzi istifadəçilərə verməyə bilər. Bu alış-verişdən qaynaqlanırmı bilmirəm Temunun. Bəzi istifadəçilər bu kampaniyaları verir. Mən bu gün sizlərə ən önəmli 2 ədəd istifadə etdiyim kampaniyanı göstərəcəm. Aktiv istifadə elədiyim, yəni ən azından onlarda daha yaxşı endirimlər verir. Yəni belə deyim də dostlar, başqa fərqli kampaniyaları var. 8 ədəd pulsuz bildiyiniz kimi 0.01 kampaniyası. Bunlarsa çox böyük məbləğdə alış-veriş etməyi tələb eləyir. Bəzən isə həqiqətən o kampaniyanı əldə edə bilmirik. Çox uzatmadan keçək biz kampaniyalarımıza. Birinci kampaniyamız, yəni məhsulları ucuz almağın variantı. Keçirik profil bölməmizə. Profil bölməsini keçdikdə burada kuponlar və təkliflər olur. Bəzən burada kuponlarımız olur. Bunları biz vaxtı keçir və yaxud da istifadə olunmuş olur. Maraqlı kampaniyalar olur burada. Burada sürəsi dolmuş bizim endirim kuponlarımız olur. Yenə qeyd edirəm, bu hamıya verməyə bilər. Burada tüm ürünlərdə 5 manat endirim kuponu var. Bu gördüyünüz kimi məndə sürəsi dolmuş şəkildə, yəni bu istifadə olunmuş, sürəsi dolmuş. Yəni mən bunu istifadə eləməmişəm. İlk öncə buradakı sürəsi dolmuş kuponları aktiv etməliyik və kullanılmış da var. Mən bunu bir dəfə istifadə eləmişəm, bir dəfə isə sürəsi dolub. Burada isə kullanılmış bölməsi var. Keçirik burada yenə profil bölməsinə və burada Temunun canlı dəstəyi var. Canlı dəstək deyəndə ehtiyac yoxdur canlı dəstəyə bağlanmağa. Burada ən aşağı düşürük. Ən aşağı düşdükdə burada bizə ulaşın bölməsi var. Və burada biz öz dilimizdə, Azərbaycan dilində yazırıq bu şəkildə bura. Canlı çata. Yəni canlı deyil, əslində botdur. Göndərək çata və bunu bizə belə bir ekrana yönləndirir. Sürəsi dolmuş bu kuponu göndər. Yəni mən bu kuponu aktiv eləmək istəyirəm. Yəni nə alış-veriş etsəz 5 manat endirim eləyir. Fərqi yoxdur. Bu kuponu göndər bölməsinə bir kərə klik eləyirəm. Klik etdikdə sürəsi dolmuş kuponu kullanım mükəmməl dinamik sunmanız qaralıyoruz. Sizin üçün yeniləndik. Baxın, artıq mənim bu kuponum yeniləndi. Fərqli kuponlar aktiv et. 20%. Baxaq görüm bunun başqa kuponlar verirmi? Yəni birinci növbədə buradan fərqli sizlərə kuponlar versin. Adınızı başvurunuzu yapdıq. Deməli, kullanıcı yerimizi bizim üçün ifadə edərək sistem kontrolu sırasında sizin üçün bir kupon suna biləcəyimizi gördük. Yəni bizə əlavə kupon verəcək. Burada deyir 24 saat içində ola bilər daha tez aktiv eləyir. Keçirik biz ana səhifəmizə və baxaq görə burada hansı kuponlar aktiv eləyib. Burada gördüyünüz kimi bayaq heç bir kuponumuz yox idi. İndi isə 3 kupon aktiv oldu. Keçirik həmən bölməyə. Tüm ürünlərdə 15 manat endirim, bu 90 manat üzəri sifarişlərdədir. Bu isə minimum alış-verişdə 5 manat endirim eləyir. Mən bunu istifadə edirəm ən çoxu. O üstdəkini də istifadə edə bilərsiniz. Sadəcə 90 manatlıq böyük bir nəsə sifariş verirsinizsə 15 manat endirim eləyir. Misal üçün bir proyektor ola bilər bu və yaxud da bir mikser ola bilər. Bunların qiyməti adətən baha olur. Atıram ki 90 manat qiymət var onun. Siz endirimə salmısınız və ondan 15 manat çıxır. Yəni bu kuponlardan istifadə edərək məhsulunuzu daha ucuza ala bilərsiniz. Məsələn, burada kullan dedikdə burada bizə məhsullar var. Hansı ki fərqi yoxdur. Buradan hansısa bir məhsulu seçə bilərik. Buradan emailini kullan deməyə bilərsiniz. Ana səhifəsinə keçirik. Məsəl üçün bu məhsulun nə qədər qiyməti var? Deməli, bunun 22 manat qiyməti var. Baxın, məndə promosionlardan sonra 11 manat. Düzdür, əlavə məndə kuponlar da var, amma bu 5 manata çıxır bunun üzərindən. Baxın, indi mən sizlərə göstərim.
Buradan misal üçün hər hansısa bir məhsul tutaq ki, bunun daxil oluram. 49 manatdan 29 manata bunu səbətə əlavə eləyirəm və səbətimə keçirəm. Baxaq görək həmin kupon verirmi? Promosionları uygulamadan öncə. Baxın burada tüm ürünlərdə 15 manat endirim. Baxın gördünüz tüm ürünlərdə 5 manat endirim. Yəni bu 5 manatı tutaq ki, bu məhsulun 50 manat qiyməti varsa, avtomatik bu 5 manatı bunun üzərindən çıxır. Yəni fərqli bir məhsul da əlavə eləyə bilərsiniz. Buradan tutaq ki, ana səhifəsinə keçirəm. Misal üçün nə seçə bilərik? Bunun 10 manat qiyməti var. Aha, gördüyünüz kimi 10 manat qiyməti var, avtomatik 5 manat çıxdı və 5 manat 91 qəpiyə gəlib çıxır. Mən bunu buradan səbətimə əlavə eləyirəm. Yəni 5 manat heç əlmədən çıxır da sizə. Bir var ki, o heç olmaya. Yəni onsuz da məhsulu siz alırsınız. Fərqi yoxdur. Bu endirimdən aldınız və yaxud da bu məhsulu bahadan aldınız, heç bir fərqi yoxdur. Normal buradan ana səhifəsində hər hansısa bir məhsulu bəyəndiniz, səbətə əlavə eləyən kimi avtomatik 5 manat o həmin məhsuldan çıxır. Bu birinci istifadə etdiyimiz kupondur. İkinci istifadə etdiyimiz bir kupon isə düzdür, bu da hər istifadəçiyə vermir. Mənim də ən çox istifadə etdiyim və ən çox bəyəndiyim kuponundan biridir. Yəni demək olar ki, bu aralar kupon vermir düzəməlli və ən çoxu bunu da kanalımızda videosunu çəkmişik. Sadəcə burada göstərəcəm sizə ikinci variantı. Dostlar, burada misal üçün siz hər hansısa bir məhsullara baxırsınız. Tutaq ki, paltara baxırsınız, fərqi yoxdur. Kameralara, nə bilim, burada ayaqqabılara baxırsınızsa, bu kuponu bunları daha ucuz əldə etmək üçün birinci növbədə keçirik profilimizə. Profil bölməmizə keçdikdə burada mesajlar bölməsi var. Mesajlar bölməsinə bir kere klik edirik və promosionlar bölməsi. Mütləq şəkildə bu promosionları kontrol eləyin. Çünki burada maraqlı promosionlar olur. Misal 0.01 bu heç. Yəni burada 0.01 deyir. Burada üst bölməyə çıxıram. Belə bir kupon var, kampaniya var. Sizdə də əgər bu aktivdirsə 90% endirim kampaniyası düzdür. Yəni deyirəm, hər istifadəçi verməyə bilər. Gördünüz ki, bu həmin telefonda istifadədə sizdə vermir. Başqa bir telefonda yoxlaya bilərsiniz. Olmaz ki, məsəl üçün bir telefonda olmasın, ikinci telefonda mütləq şəkildə bu aktiv olacaq. Çox istifadəçiyə verir. Baxın, bu bölməyə bir kere klik edirəm, yəni belə bir şəkildə gəlir. Baxın, belə bir ekran gəlir. Sual işarəsində gəlir. Misal üçün burada mənim baxdığım məhsullar çıxır. Ola bilər ki, sizin burada hər hansı bir maraqlı məhsulunuz yoxdur. Yəni bəyəndiyiniz məhsul çıxmadı. Tutaq ki, siz belə deyək də dostlar, ayaqqabı almaq istəyirsiniz, düzdürmü? Gördünüz ki, burada ayaqqabı çıxmır, ancaq belə fərqli məhsullar çıxır. Gəlirsiniz bunun ana səhifəsinə. Bu da bir TIO'dur, taktikadır. Bunu da ağlınıza saxlaya bilərsiniz. Ana səhifəsinə gəlirsiniz. Burada misal üçün axtarış bölməsinə ayaqqabı yazırsınız. Baxın, avtomatik ayaqqabı çıxacaq indi. Gəlirəm axtarış bölməsinə. Burada axtarış bölməsinə yazıram. Erkek ayaqqabı yazıram. Fərqi yoxdur, qadın da ola bilər bu. Heç bir fərqi yoxdur. Nə istəsiniz buradan axtarış eləyə bilərsiniz. Deməli, baxın, burada ayaqqabılar var. Bir giririk, buna hansısa birinə baxırıq. Yəni, fərqi yoxdur. Bunu səbətə əlavə eləmək ehtiyac yoxdur. Buradan baxırıq. Fərqli buradan modellərə baxırıq. Ən azı bir 2 dəqiqə ərzində bu məhsullara baxırsınız. Sonra gəlirsiniz bunun ana səhifəsinə, həmin bölməyə daxil olursunuz. Sifarişlər deyil. Mesajlar bölməsinə gəlirik, promosionlar bölməsinə gəlirik və promosionlar bölməsində həmin kampaniya yenidən daxil oluruq. Yenidən daxil olduqda, burada səhifəni yeniləyirsiniz. Səhifəni yenildikdə, burada sizlərə ayaqqabılar da önərir. Baxın. Baxın, gördünüz, mən avtomatik ayaqqabıya baxdığım üçün burada ayaqqabı da çıxır. Ola bilər ki, istədiyiniz məhsullar çıxmaya da bilər. Baxın, burada ayaqqabı da var. Baxın, misal üçün, siz bu məhsulu, tutaq ki, H96 Max, mən bundan misal çəkəcəm. Bunu yenə ana səhifəsinə gəlirik, normal qiymətinə baxırıq. Baxaq, görün, bunun qiyməti neçədir? Burada axtarış bölməsinə Android H90 Android TV Box yazanda avtomatik çıxacaq. Axtarış edirik. Baxın, bu məhsulun burada 40 manat qiymət var. Burada 50 manata satan var. Burada 47 manata satan var. Burada 51 manata satan var. 46 manata satan. Yəni siz normal olaraq buradan girib səbətinizə əlavə etsəz, yəni kuponunuz olsa deyək ki, maksimum sizə bunu verəcək 35 manata, 40 manat arası.
Düzdürmü? Baxın burada 53 manatdır, burada 44 manat. İndi isə gəlirik həmin profil bölməsinə, yenidən kampaniyamıza daxil oluruq. Mesajlar bölməsinə, promosionlar bölməsinə daxil oluruq. Promosion bölməsinə daxil olub həmin bu kampaniyaya daxil oluruq. Kampaniyaya daxil olduqda baxın ilk sırada çıxdı. Çünki baxmışıq bu məhsula. Mən baxdığım üçün bu məhsul mənim qabağıma çıxır. Burada dostlar birinci növbədə indirimi kullan bölməsinə sıxırıq. Baxaq görək buna nə qədər endirim eləyəcək. Burada məsələn soruşur sizə nə qədər istəyirsiniz. Aha, bayaq sual verdiyimiz bir əlavə bizə kampaniyada verdi. 2 GB 16 ya da 8 seçə bilərsiniz. Mən orada 8-i göstərirdi qiyməti. Mən 16 seçəcəm. 16 daha baha gəlir. Baxın, burada misal üçün 54 manat öz qiymətidir. İndirim yüksəldildi. Aha, baxın misal üçün bu məhsulu 30 manata verir. Amma bir dənə sizə trio verim. Misal üçün ola bilər ki, bu 30-a verir, daha da aşağı verən satıcı da ola bilər. Onun üçün yoxlamaq üçün ən azı sizə məsləhət görürəm ki, eyni məhsulu 3-4 dənə satsın. Alış-verişi seçimi onaylamayın əgər yoxlayasınız. Çünki seçimi 2 dəfə onaylayanda artıq seçim vermir, məhsulu aldırmağa məcbur eləyir. X düyməsini vururuq. Yenidən ana səhifə bölməyə giririk və yenidən kampaniyaya giririk dostlar. Həmin kampaniyaya girdikdə biraz aşağı enirik. Baxın bu mən bayaq buna baxmışdım. Amma mən qeyd edeyim ki, bunun ramı daha yüksək olanına baxmışdım. Normalda orada aşağı versiyası 40 manata, 50 manata satırdılar. Yəni də 30 manata yaxşıdır. Biraz aşağı enirik. Baxaq görək bu məhsuldan var. Bayaq ayaqqabıya baxmışam. Buna görə ayaqqabı daha çox çıxır məndə. Baxaq görüm həmin məhsulu tapa biləcəyikmi? Yəni mən ayaqqabıya baxdım. Ona görə mənim qarşıma daha çox ayaqqabı çıxır. Yəni siz fərqli məhsula baxsınız, o məhsullardan çıxardacaq. Çox video uzatmaqsa, aha baxın burada bir dənə də var. Burada indirimi kullan deyirik. Baxaq görün bu məhsulu bizə neçəyə verəcək. Bu 2.16-dır. Aha burada 34 manat idi. Bayaqlarım 30 manata verirdi. Yəni bu baha çıxdı biraz. Gəlir yenə ana səhifəsinə və yenidən bu bölməyə daxil oluram. Burada fərqli də var. Yəni mən bundan misal çəkirəm. Buna görə sizlərə bunu göstərirəm. Baxın burada bir dənəsi də. Bu 2.8-dir. 2.16-sı yoxdur. Tamam 2.8-ə baxaq. Aha 31. Bu da biraz baha verir. Çünki 2.16-sını 30 manata əldə etmişdik biz. Dostlar, çox uzatmadan yəni buradan özünüz səbirlə baxa bilərsiniz. Mən misal üçün ən axırıncı qiymətini burada tapdım. Baxın, ilk sırada gördüyünüz kimi bu. İndirimi kullan dedikdə. Aha. 2.16. Yəni bayaq 32 manata verdiyi 2.8 idi. Bu 2.16 maksimum, yəni yaddaşı çox olan. Yəni mən bundan misal çəkirəm deyə göstərirəm sizə. 54 manat, 32%, burada indirim yüksəltildi yazır. 30.30 manat. Yəni görürsüz bax burada fərqli satıcı söhbət var. 2.16 yaddaşını burada 30 manata verir. Orada 2.8 yaddaşı 32 manata verir. Yəni burada bir-bir axtarırsınız. Siz hansı ucuzunu bax mən ən çoxu bunu istifadə edirəm. Aldınız. Normalda orada 40-50 manat arasında idi. Siz burada belə deyim dostlar 15 manat bu 16 GB daha baha olacaq. Çünki mən sizə deyim ki, bayaq mən baxdığım 2.8 GB idi bunun. 16 GB daha bahadır. Baxın bunu mən sizlərə göstərim. Burada 30 manata göstərir. Gəlirik burada ana səhifəsinə. Video biraz uzun çəkib bilirəm, amma daha aydın şəkildə bilməyinizi və göstərmək istəyirəm sizə. Burada Android TV Box yazıram yenidən. Android TV Box yazdı. Bu burada 40 manat göstərir. Misal üçün daxil oluram. Gördüyünüz kimi 2.8-i 40 manatdır. İndi məndə burada promosyon var, endirim var, ona görə 25 manat və 5 manat da balansdan. Qeyd edeyim ki, o 30 manat siz səbətə əlavə etdiniz, avtomatik 5 manat çıxacaq, sizə 25 manata verəcək. Baxın burada kapasitəni artırıram, yoxdur bunda misal üçün 16. Bir dənə ana səhifəsinə gələk, bunda varmı? Baxaq görək bunda varmı? Bunların hamısını alıblar. Bir dəqiqə buna daxil olum. Yəni mən qiymətini göstərmək istəyirəm sizlərə.
2.16. Aha, baxın bu 2.16 hələ mənə endirimdən 48 manata verir. Burada məndə promosyonlardan sonra 34 manat deyir. Bu, yəni məndə orada kuponlar var. Baxın, sınırlı sürəli indirim. Aha, 5 manatda əlavə çıxır. Dostlar, bu nə üçündür? Bayaq mənim burada göstərdiyim kupon var. Onun endirimidir. Ekstra nüsubu daha sonrasında fiyat normal fiyata düşəcəkdir. Baxın, gördüyünüz kimi burada canlı chatda aktiv elətdiyimiz promosyonda buradan da ala bilərsiniz. 34 manata düşür, amma orada 30 manata gəlib düşür. Yəni bu 5 manatda əlavə aktiv elədiyiniz kupondan çıxacaq. Yəni bu məhsul sizə gəlib 25 manata çıxacaq. 25 manata alırsınız məhsulu. Yəni 50 manatlıq məhsulu 25 manat. Daha ucuz da ola bilər. Bir də görürsüz məhsulun qiyməti 30 manat olur. O endirimlə 15 manata belə ala bilirsiniz bu şəkildə. Mən ən çox istifadə etdiyim ikinci kupon da bu şəkildədir. Ümid edirəm ki, qaranlıq ağlınıza sual qalmaz. Yəni deyirəm, burada mesajlar bölməsindən həmin promosyonlardan bu kupona keçid eləyə bilərsiniz. Ən çox mən istifadə etdiyim ikinci promosyon bu şəkildədir. Fərqli yəni promosyonlar olar, sizlərə göstərirəm dostlar. Baxın, gördüyünüz kimi buradan istifadə eləyə bilərsiniz. Məndə gördüyünüz kimi fərqli burada çıxdı. Hələ birini də sizə səbətə əlavə edeyim, baxın. Baxın, buna endirimli istifadə eləyək. Burada məhsulu seçək, endirimli istifadə elə. 32%, deməli, indirim yüksəltildi. 30 manata düşdü, düzdürmü? Bunu səbətə əlavə edeyim sizlərə. Seçimi onayla deyirəm. Seçimi onayladım. Və səbətə. Aha, gördüyünüz kimi, baxın. 30 manata endirim elədi. 5 manatda isə biz əlavə aktiv elədiyimiz kuponu üzərindən çıxır. Yəni o 5 manatı aktiv eləməsəydik 30 manata verirdi, 5 manat da bizdən çıxırdı. Yəni gördüyünüz kimi 5 manatdakı əlavə çıxdı. Yəni bu məhsulu sizə 25 manata verir. Yəni o da ki, burada gördüyünüz kimi tüm ürünlərdə 5 manat indirim. Ondakı birinci variantımızda göstərdiyimiz 5 manat. Yəni bu şəkildə eləyərək dostlar siz məhsulları daha ucuza ala bilərsiniz. Məsləhət görürəm ki, yoxlaya bilərsiniz. Təbii ki, burada sizlərə qalıb bunları istifadə eləmək. Mən şəxsən özümə bunları istifadə edirəm. Normalda gəlib buradan bunları mənim göstərdiyim videodakiləri eləməmiş, siz ana səhifədən məhsul alırsınız, daha bahadan alacaqsınız. Ümid edirəm ki, sizlərə faydalı oldu video. Dostlar, xahiş edirəm kanalımıza abunə olun və maksimum bizə dəstək olun ki, belə videolarla sizlərin qarşısında olaq. Videolarımızı bəyənirsinizsə, kanalımıza abunə olun və dostlarınıza da paylaşın ki, dostlarınız da bu kampaniyalardan faydalana bilsin. Təqdim etdiyi fikirli kanalı.